bizim influencer və mənim dəyərli həmkarım studiyamızda qonaqdır. İstərdim ki, ilk onlardan başlayaq. Biçək xanım və onun atası Ümmət müəllim bizimlə bərabərdir, Məmmədli. Xoş gəlmişsiniz siz. Əziz izləyicilərimiz, Biçək xanım bizim qonşu televiziyaların birində aparıcı kimi fəaliyyət göstərib. Hazırda həm tələbədir, həm də tələbə büdcəsinə artıq Şamaxı şəhərində özlərinə bir ev tikirlər, təmir edirlər. Mən də istədim ki, proqramımız inşaat proqramıdır və sosialda artıq belə bir maraqlı addım irəli sürüb. Bizim proqramımızın baş sponsoru bizə dəstək olmaqla yanaşı, həmçinin Biçək xanım və Biçək xanım kimi bir çox influencerlərə dəstək olur və evini təmir edən şəxslərə dəstək olur. Biz artıq bunları sizə də təqdim edirik. İstədim studiyamızda bir gün onlar da olsun və maraqlı ev hekayələrini bizimlə bölüşsünlər. İnşallah sizə də söz veriləcək. Xoş gəlmişsiniz. Ümumi evinizdəki təmir prosesi, ümumiyyətlə təmir hekayəniz necə başladı? Tələbə büdcəsinə bu ideya kimdən gəldi təmir prosesinə başlamaq? Buyurun. Öncelikle herkesi salamlayırıq. Bugün atamla çox sevincliyik ki, sizin verilişinizdə qonağıq. Bu evin, bu layihənin bir hekayəsi var. Hekayəsi 25 ilə dayanır. 25 il öncə bizim Şamaxı şəhərində, yəni Cabanı kəndində bir evimiz vardı. Müəyyən səbəblərdən o evi satmalı olduq və anamın illərdir belə bir arzusu var idi ki, atama o evi olmasa da yenidən bir Şamaxıda hədiyyə eləsin. İllərdir, yəni bu büdcəni yığıb və illər sonra balaca olsa da o evi atama hədiyyə eləyib. Atamın da əlindən, baxmayaraq ki, polis əməkdaşı olub, illərli Daxili İşlər Nazirliyində işləyib, rəhbər vəzifəsində. Bütün evlərimizdə təmir işlərini atam görüb. Atamın əlindən bu təmir işi gəlir. Mən də düşündüm ki, necə bir dəstək ola bilərəm bu gözəl addıma. Mən hazırda Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirməmə baxmayaraq, ikinci təhsilimi, magistratura təhsilimi dövlət hesabına Ankara şəhərində alıram və oradan tələbə büdcəsi ilə düşündüm ki, oradan gələn gəlirimi evə ayırım, təmirə ayırım və ata-bala anamızın da dəstəyi ilə bu layihəyə başladıq və layihənin 4-cü hissəsindən sonra Abşeron Ticarət Mərkəzi bizə sponsor oldu, dəstək oldu.